Dənizkənarı Bulvar İdarəsi, Azərbaycan Velosiped İdmanı Federasiyası və Regional İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə Bakıda 9 noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar velo yürüyüş keçirilib. Bayrağımız zəfər simvolu, qürur mənbəyimizdir devizi altında təşkil olunan aksiyada Azərbaycanın müxtəlif yaş qrupları üzrə milli komandaların üzvləri və bir çox həvəskar velosipedçi iştirak edib. Tədbirdə həmçinin Gənclər və İdman naziri Fərid Qaybov da yürüyüşçülərə qoşulub. İştirakçılar Dövlət Bayrağı meydanından başlayan marşrutu Zəfər Parkında tamamlayıblar. Ümumilikdə 16,5 km məsafəni əhatə edən velo yürüyüş paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb. Daha sonra 8 noyabr Zəfər gününü əks etdirən memorial abidəsinin önünə gül dəstələri qoyulub və şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilib. Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov jurnalistlərə açıqlamasında belə tədbirlərin əhəmiyyətindən bəhs edib. Əsas məqsədimiz bu bayrağa insanlarımızın diqqətini cəlb eləmək, onlarda hörmət və ehtiram hissi aşılamaq və bayrağın nə demək olduğunu bir daha onlara çatdırmaq idi. Biz istəyirik ki, velosiped idmanı daha çox gənclərimizi və digər 7-dən 77-yə qədər hamını əhatə eləyə bilər və biz istəyirik bu say çox olsun. Bu elitar bir idman növüdür Avropada, Amerikada və ona görə də burada iştirak edənlərin sayı nə qədər çox olsa bu bizim üçün maraqlıdır, yaxşıdır. Qeyd edək ki, hər il Dövlət Bayrağı Günü münasibətilə keçirilən velo yürüyüş artıq ənənə halını alıb və gələcəkdə də davam etdirilməsi gözlənilir.